Niyaməddin Musayevin qızı polkovnik rütbəli rəismiş. Necə olub ki bu? Başa düşmədim mən. Sən ingilis dili müəllimi ola. Necə gedib fövqəladadə işləmisən? Hə? Mənim qızım 20 ildir beynəlxalq münasibətləri qutarıb. Mənim qızım olmalı deyil polkovnik. Xeyr ola, sən atom xalq artistidir deyə. Səni işə götürüblər. Gəl görək, ay röya. Gurulduyursan, nərildiyirsən oradan bu yana ki, mən sildirmişəm mahnını, yaxşı eləmişəm. Yaxşı eləmişsən, sildirmişsən, silinibdir, narahat olma. Sən bu fövqəladə necə işə düzəlmişsən? Atonun xahişi ilə, Aton zəng eləyib, xahiş eləyib ki, səni oraya işə götürsünlər. İngilis dili müəlliməsən sən müəllimə işləyə bilərsən. Mənim qızım Qumral Musayeva, Musa qızı, beynəlxalq münasibətləri qutarıb. Diplomu da var, bəli. İngilis təmayüllü məktəb qutarıb, lisey oxuyub. Deyil bilir, məxfi şöbənin rəisi işləyib. Polkovnik rütbəsində. Polkovnik. Ay qız, xalq 20 il külünç döyürək, külünç. Polkovnik ala bilmir. Ne görüm axı mənə? Ay, xalq artisti Niyaməddin Musayevin İngilis dili müəlliməsi olan qızı. Vallahi billahi, mən 20 ildə qızıma bir dənə iş tapa bilmirəm. Mənim yazıq qızım. Oxuyub da, diplomu da qoyub, şəkər bura kimi şkafa. Neynədi? İş axtardı, tapmadı. Axır mənim qızım neynəməlidir ki? Az dinmirik, sakit oturun da. Mənim qızım neynədi? Gitti başladı müğəlliliyə.